Əgər bütpərəstlik hər hansı bir daşın qabağında təzim etməkdirsə, belə bir sual yarana bilər. Nəyə görə bəs insanlar, müsəlmanlar məxsusən Kəbəyə tərəf namaz qılırlar, onun ətrafında təvaf edirlər və bundan o tərəfə getsək, niyə imamların, ilahi şəxslərin, seyidlərin üzərində qəbirlər, türbələr tikilir və insanlar ziyarətə gedir? Bu düşüncəli şəxsən zehninə gələn bir sualdır. Amma bu sualı bəzən dinsizlər, ateistlər bu formada səsləndirirlər ki, Hz. İbrahim özü bütpərəstliyi qadağan edib, bütləri sındırıb, gəlib özü təzədən daşdan bir bina tikiblər. Kəbə ilə bütpərəstlik arasında olduqca əsaslı fərq var. Biz əvvəlki bəhslərdə dedik ki, nə zaman bir insan bütpərəst olur, bütpərəstdə sitayiş etməyin meyarları başqadır. Ümumən İslamda Kəbə məsələsi başqadır. İslam mətnlərində hətta hər hansı bir müsəlman Kəbəyə heç vaxtı pərəstiş etmir. Kəbə istiqamətin rəmzidir. Nəyin istiqaməti? Müsəlmanların öz ibadətlərini hansı səmtə, hansı istiqamətə etməsi barəsində. Bu ictimai birliyin, vəhdətin bir simvoludur. Onun ətrafında, yəni təvaf ediləndə həclərin əsaslı olaraq dediyi sözlərdən biri budur. Ləbbeyk Allahumma ləbbeyk, ləbbeyk la şərikə ləkə ləbbeyk. Ey Rəbbim, mən sənin dəvəti qəbul etdim, sənə heç bir şeyi şərik qoşmuram. Yəni, sənə heç bir şeyi şərik qoşmuram. Ola bilərmi Kəbəndə şərik qoşsun? Təbii olaraq xeyr. Demək, Kəbə bir ibadətin, vəhdətin simvoludur, yəni istiqamətdir. Və eyni zamanda bunun mənası o deyil ki, nəuzubillah, Allah Kəbə istiqamətindədir. Xeyr, Quran-ı Kərim buyurur ki, وَلِلَّهِ مَشْرِقُ وَالْمَغْرِبِ Məşriq də, məğrib də Allahındır. Hansı tərəfə üzünüzü tutsaz, elə Allah oradadır. Yəni, Allahın müəyyən bir istiqaməti, müəyyən bir cəhəti yoxdur. İnnəlləhə vasiun əlim. Allah hər bir cəhətdən həm genişdir və həm də biləndir. Yəni, hansı istiqamətə siz dua etsəz, Allahı çağırsaz, Allah sizi eşidəcək.